Dostlar salam, hər birinizi salamlayıram. Bugünkü qonağımız səmimi videolarından tanıdığımız və qalstıqsız hüquqşünas Rəhim Abbasovdur. Rəhim, xoş gəlmisən. Çox sağ ol, Aysel, xoş gördük. Mən istəyirəm ki, bir balaca özünü təqdim edəsən, çünki yeni izləyicilər də olacaq. Əlbəttə, böyük məmnuniyyətlə. Mən Rəhim Abbasov, mən hüquqşünasam və qalstıqsız hüquqşünas mənim bir ləqəbimdir, belə deyək, insanlar arasında. Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsi məzunuyam. Daha sonra ABŞ-da təhsilimi davam etdirmişəm, Almaniyada təhsilimi davam etdirmişəm və ondan sonra isə peşəkar karyerama başlamışam bir sıra beynəlxalq şirkətlərdə. Hazırda isə Bakıdayam və Bakıda beynəlxalq bir hüquq şirkətində fəaliyyətimi davam etdirirəm. Mən Rəhimə bir sıra suallar hazırlamışam və istəyirəm ki, o düşüncələrini bizlə bölüşsün, hətta tövsiyələrini versin. Əlbəttə, böyük məmnuniyyətlə. Çox sağ ol. O zaman ilk sualıma başlayaq. Başlayaq. Niyə qalstıqsız hüquqşünas? Niyə insanlar indi ilk dəfə bu videoya baxanda düşünəcək ki, niyə bu adamın ləqəbi qalstıqsız hüquqşünasdır? Mən özümü qalstıqsız hüquqşünas adlandırıram, amma baxmayaraq ki, gündə hər gün işdə qalstıqdan istifadə edirəm. Bu təbii ki, formal bir ləqəbdir özümü adlandırdığım. Qalstıqsız hüquqşünas mənim üçün o deməkdir ki, mənə görə hüquqşünas cəmiyyətdə insanlara ən yaxın olan bir peşədir və qalstıqsız hüquqşünas rahat, sadə və xalqdan yaxın olan bir peşəni bildirir. Yəni, məsələn, hər hansı bir qanun maddəsini, hər hansı bir кейsi və yaxud da halı insanlara, cəmiyyətə ən rahat dildə başa salmaq lazımdır. Nəinki çətin qanun maddələrindən, kompleks sözlərdən, terminlərdən istifadə etməklə. Bir də bunun ikinci bir mənası var, daha doğrusu səbəbi var. Bu ondan ibarətdir ki, insanlar cəmiyyətə düşünürlər ki, hüquqşünas ciddi olmalıdır, hüquqşünas qalstıqlı olmalıdır və hüquqşünas üçün formalaşdırılmış bir konsepsiya var. Amma belə deyil. Biz hüquqşünasların da həyatı var. Hüquqşünasların da sosial və eyni zamanda səmimi bir həyatı var. Mən ona görə videolarımda maksimum bu səmimiyi çatdırmağa çalışıram ki, biz hüquqşünaslar da əylənə bilərik, hüquqşünaslar da səyahət edə bilər və öz şəxsi həyatlarını yaşaya bilər və s. Bu konsepsiyadan çıxılmalıdır. Hüquqşünasın savadı onun necə geyinməyi ilə və yaxud necə hərəkət etməyi ilə ölçülmür. Hüquqşünasın savadı onun başında olur məncə. Mən belə fikirləşirəm. Rəhim, pulun var idi, statusun var idi. Bəs Almaniyadan Bakıya qayıtma səbəbi nə idi? Bu sualı mənə bəlkə 100 nəfər soruşub, bəlkə də yüzlərlə insan soruşub Azərbaycana gələndən bəri. Niyə qayıtmısan? Hətta bəzi adamlar var ki, sırf bu mənim qayıtmağıma görə, yəni tənqid, hətta təhqirə belə keçirlər. Bu mənim şəxsi həyatımdır və şəxsi həyatımla bağlı verdiyim bir qərar idi. Və bu dediyin məsələlər, məsələn, oradakı daha yaxşı gəlir məsələsi və yaxud da orada olan status məsələsi, Almaniyada, Avropada hüquqşünas olmaq məsələsi təbii ki də var idi, amma buna baxmayaraq bəzi digər dezavantajlar da var idi. Məsələn, mən həyatda həmin mərhələdə məndə bir sıra hekayələr oldu. Məsələn, Microsoftla bağlı bir iş müsahibələrim oldu və ondan sonra həmin müsahibələr uğursuz nəticədə mən bunu paylaşmışdım. Və eyni zamanda Almaniyada olan mənəvi dəyərlər, ailə, dostlar və s. bunlar məni narahat edirdi ki, həqiqətən də sıxılırdım. Təsəvvür edin, bir ölkədə saat 8-də hər yer bağlanır. Bazar günləri heç yer işləmir. Və elə bir o pul deyirsən, məsələn, pulu qazanırsan. O pulu qazanırsan, o pulu xərcləməyə bir yer tapa bilmirsən. Gərək gedəsən ya başqa ölkəyə səyahətə gəlsən, ya da mən ildə 4-5 dəfə Bakıya gəlirdim. 4-5 dəfə Bakıya gəlirdim ki, gəlim ən azında Bakıda bir yenidən canlanım və yaxşı bir vaxt keçirə bilim. Ondan sonra məsələn qayıda bilim, təzədən yenə Almaniyaya işləyə bilim. Və bir də məsələn işimdə dəyişiklik istəyirdim ki, artıq hər dəfə, hər gün demək olar ki, 2 ildə mən eyni prosesdə işləyirdim və düşünürdüm ki, mənim üçün fərqlilik, dəyişiklik lazımdır işdə. Və bunların hamısı gətirdi ki, mən birdən-birə artıq hamının o şoka düşdüyü qərarı verməli oldum. Yəni belə. Başa düşdüm. Əslində bəlkə də özün üçün ən uğurlusunu eləmisən. Digər sualıma keçirəm. Bugün geri baxanda bəs nə deyirsən? Yaxşı ki, bu riski almışam, geri qayıtmışam, yoxsa bəlkə bu addım atmamalıydım? Həyatda verdiyim hər bir qərara görə mən düşünürəm ki, bu xeyirlisi belə imiş və həyatda verdiyim hər bir qərar, həyatda yaşadığım hər bir hadisə mənə nəsə öyrədib və mən həqiqətən buna görə çox xoşbəxt istəyirəm özümü. Çünki bilirsən, sən həyatda müəyyən bir yolu izləyirsən, bu mənim həyatımdır və bu mənim həyatımdan, bu mənim qərarlarımdan, bu mənim yaşadığım hadisələrdən qaynaqlanan işlərdir və ona görə də müəyyən qərarlar verirsən. Peşman deyiləm. Bununla bağlı hətta bir video paylaşmışdım ki, insanlar yazıblar ki, sən 6 ay peşman olacaqsan Azərbaycana qayıtdığına, sənin başına bunlar gələcəklər. Onlar da öz həyatlarından çıxış edirlər. Və hətta Almaniyada olanlar mənə yazırlar ki,
bir sıra mənim suallarımla biz də qayıtmaq istəyirik. Sizi görürük belə ki, Azərbaycanda xoşbəxtsiz. Məsələ yer deyil. Məsələ sənin həmin yerdə necə baxmağındır, hadisələrə, insanlara, cəmiyyətə, həyata necə yanaşmağındır və özün xoşbəxt hiss etməyindir. Sən burdan Kanadada da getsən yenə eyni vəziyyətdə ola bilərsən. Yenə də xoşbəxt olmaya bilərsən, pulun olsa belə və yaxud da. Sən burdan nə bilim balaxanaya getsən daha xoşbəxt ola bilərsən bəlkə də. Yəni mənim üçün önəmli olan məsələ budur. Sən necə düşünürsən, sən necə baxırsan ətrafındakı insanlara və həyatıva. Və bir də onu demək istəyirəm ki, məsələn izləyənlərə də bu mənim həyatımdır deyənə, mən qayıtdım deyə o demək deyil siz də qayıtmalısınız. Və yaxud da mən getdim deyə o demək deyil siz də getməlisiniz. Bu hər bir insan həyatında fərqli olan hadisələrdir. Məndə belə oldu, belə gətirdi və min şükür Allaha ki də belə oldu və heç bir şeydən də peşman deyiləm. İnşallah ki də peşman olmaram. Amin, sən demiş, yəqin ki xeyirlisi beləymiş. Bir digər sualım. Bəs bu gün orada qalsaydın, indi kim olardın? Bu gün orada qalsaydım, yəqin ki, işə məktəbli kimi 9-dan 6-ya kimi gedən bir korporativ işçi olmağa davam edərdim. Hansı ki, məni sıxırdı. Məni sıxan saat 9-da, saat hətta 8-də, hava qaranlıq vaxtı, Almaniyada birisi hava çox vaxt qaranlıq olur. Hava qaranlıq vaxtı işə getmək, işdən çıxanda da yenə də hava qaranlıq olurdu və mən də günəşi çox sevən bir insanam. Yəqin ki, böyük ehtimalla yenə də bu vəziyyətdə olardım. Təbii ki, orada düşünürəm ki, çalışdığın yerdə və bir şeyin üstündə çalışdığınızda hər zaman yüksəliş var. Təbii ki, orada da müəyyən yüksəlişlər yaşayardım Allahın köməkliyindən. Amma ki, yenə də tam da xoşbəxt olduğum işi görməzdim deyə düşünürəm. Uğurlu görsənir, amma içdən narahatdır. İçdən bəli, qıraqdan çox adam deyir ki, ona bax, Almaniyadadır, əladır, yəni hər şey var və yaxud da hətta bəzən deyim ki, yəni heç kimi təbii ki, mənfi bir şey demə niyyətim yoxdur, amma onu deyən adətən insanlar ki, hansılar ki, özənirlər də belə deyim ki, hər şey var Almaniyada və s. Onu deyən insanlar adətən orada yaşamayıblar. Almaniyada olsun və ya da xarici hər hansı bir ölkədə yaşamayıblar uzun müddət və onun digər arxa pərdəsini görmürlər. Və mən də insanlara çalışıram ki, o arxa pərdəni göstərim. Arxa pərdə nələr var? Sənin orada tək yaşamağın, bütün məsuliyyətin sənin üzərində olmağı, təkliyin, ondan sonra dediyim kimi ölkənin ümumi mədəniyyəti məsələsi, cəmiyyəti məsələsi, hansı ki, dost tapmaq falan çətin məsələlərdir. Bu məsələləri insanlar arxa pərdədə görmürlər və elə bilirlər ki, hər şey güllü-gülistanlıqdır Avropadakı ölkələrdə. Bəs səncə axtardığını tapmısan, yoxsa hələ axtarışdasan? Hələ də axtarışdayım. Və insan məncə hər zaman axtarışdadır. Yəni həqiqətən də karyeramın sonuna qədər, sırf karyeradan deyilsin, bir də həyatdan məncə. Mən belə bir yazı oxumuşdum ki, bir vaxtlar 10 neçə yaşımız olanda biz düşünürdük ki, karyeramızda uğurlu şəxslər olacaq və bizi xoşbəxt edəcək. Amma hal-hazırda biz sakit, xoşbəxt və sevdiyimiz bir həyatı yaşamaq istəyirik, maksimum stressdən uzaq və indi bizim məqsədimiz budur. Mən də düşünürəm ki, mən də məsələn bunu tapanda, bu həyatı tapanda, bu istədiyim həyatı tapanda mən daha xoşbəxt olacağam. Karyeramda soruşursunuzsa əgər sırf, karyeramda da xeyr, hələ ki gedəcəyimiz uzun bir yol var. Aynen, məncə də daima olmaq lazımdır. Bir digər sualım, bugün sənin üçün uğur nədir? Bugün mənim üçün uğur elədiyim işdə, gördüyüm hər bir proyektdə olsun, işdə olsun, ailədə olsun, dostluqda olsun, parıldamağı bacarmaq və əsas o bacarmaqdır. Nə isə eləməyi bacarırsansa, getdiyim bir yerə nəsə bir töhfə verə bilirsənsə, mən siz nəyə şükür edirəm? Şükür edirəm ki, getdiyim hər yerdə nəsə eləyə bilmişəm. Və getdiyim hər bir yerdən mən ayrılanda mənə deyiblər ki, yəni halal olsun, sən bizə bu töhfəni verdin də sən. Yəni bu məsələ deyil, yəni sırf getdiniz işimizdə bir proyekt uğruna elədiniz, bu öz yerində, bu alındı. Amma digər yerdə də ailədə əgər mən ailəmin, valideynlərimin övladıyamsa, onlarla xoşbəxt bir bağ qurmağa bacarmışamsa, deməli mən nəsə bacarmışam həyatda. Və dostlarımla yaxşı vaxt keçirə bilmişəmsə, nəyisə bacarmışam həyatda. Və yaxud da bədənimə hörmət edə bilirəmsə, məsələn, idmanıma vaxt ayıra bilirəmsə, sağlam qidalanıramsa, bədənimə hörmət edə bilirəmsə, nəyisə bacarmışam həyatda. Bu mənə həqiqətən xoşbəxt deyil və xoşbəxt olduğum üçün də bunları uğur hesab edirəm həyatda. Yəni uğur bir dənə məqsədə çatdın, bitdi, növbəti məqsədə keçim, bu deyil mənim üçün.
Mənim üçün belə olanda artıq fikirlər bəzən də bəlkə də insan yaş gəldikcə üst-üstə fikirlər dəyişir. Əvvəl məndən 5 il qabaq soruşsaydınız mən bunu deməzdim. Mən deyərdim ki, mən istəyirəm Almaniyaya gedim, mən istəyirəm Amerikada oxuyum və s. və s. Mən bu cavabları verərdim, amma indi o deyil. İndi daha çox materialist şeylər deyil mənim üçün olur. Bəs Bakıya qayıtmağı seçəndə ilk gələn hiss nə idi? Qorxu, narahatlıq, həyəcan? Şok. Belə oturmuşdum, indiyə qədər yadımdadır bir coffee shopda və birdən-birə yığdım mamama dedim ki, mən Bakıya qayıdacağam. Mən Bakıya gəlirəm, çünki bir neçə iş təklifi var, mən istəyirəm onları müzakirə edeyim. Evdəkilər mənim Bakıya gəlməyimi məndən bəlkə də bir 5 qat çox istəyirdilər. Amma mən onu deyəndə onlar da şoka düşdülər. Ki, yəni nə oldu, nə baş verdi, birdən-birə necə belə bir qərar verdin də. Həmin onu düşündüm ki, mənim üçün ən yaxşısı bu olacaq. Və mən Microsoft hekayəm olandan sonra mən Microsoft hekayəmi paylaşdım. Paylaşandan sonra Azərbaycanın o iş təklifləri gəldi və mən gördüm ki, artıq 3-cü iş təklifi mənə gələndə, ümumilikdə mən 8 iş təklifi gəlmişdi həmin anda. 3-cü iş təklifi gələndə mən dedim ki, mən qayıdıram, istəyirəm bunları müzakirə edeyim. Yəni elə bilin ki, birdən-birə oldu da. Yəni birdən-birə mən dedim ki, dəyişmək istəyirəm. Bu artıq belə dəyişilməlidir. Bir də insanlar deyirlər ki, sən qayıtdın burada, batacaqsan və s. və s. İnsanlar risk almağı bacarmalıdır məncə. Hamıya aiddir bu və həyatda risk almağı, həyatda bəzən ani qərarlar verməyi də bacarmalıdır və həmin situasiya səndən həmin an nəyi tələb edirsə, həmin an o qərarı verməlisən. Üstündən 1 il keçsə, bəlkə mən Afrikada da ola bilərəm, 5 il keçəndən sonra Avstraliyada ola bilərəm və yaxud da ümumi Azərbaycanda da həyatımı davam edə bilərəm. Yəni həyat belədir və insanlar gözlərində bəzi şeylər çox böyüdürlər. Necə yəni mən Almaniyaya getdimsə, bir dəfə bu şansım var ömrüm boyunca. Mən bir də bu şansı əldə edə bilməyəcəm və bu çox dar düşüncədir. Bu dar düşüncədən çıxmaq lazımdır. İnsanın istəyib də edə bilməyəcəyi şey yoxdur. Bu istədiyi şeylər arasında Amerikaya, Almaniyaya getmək çox kiçik arzulardır belə baxanda. Ona görə çox dar düşünürlər deyən, adətən belə cavablar verirlər və belə fikirlər bildirirlər ki, sən qayıtdınsa, sən bir də qayıda bilməyəcəksən yeri. Dediyim kimi, sözüm ondaydı ki, mən həmin an yaşadığım, sırf özümə belə, öz verdiyim qərara belə, yəni şok içindəydim. Yəni uzun müddət düşündüyün bir şey deyildi. Uzun müddət düşündüyüm bir şey deyildi. Mən Azərbaycandan ondan əvvəl də iş təklifləri olurdu və mən hətta elə fantastik rəqəmlər girdim ki, o iş təkliflərinə. Onlar axırda o təklifləri rədd etməli oldular. Çünki mən necə deyirdim ki, mən olsa qayıtmayacağam da. Yəni bu dəqiqə fikrim yoxdur. Ola bilərəm. Mən həmişə ümumilikdə bir fikrim var idi. Nə basa gedəcəm, işləyəcəm, ondan sonra qayıdacağam, amma o an bu an deyildi də. Bu qədər tezliklə deyildi. Ona görə mən ciddiyə almırdım Azərbaycandan gələn təklifləri falan və fantastik rəqəmlər falan deyirdim. Bir ay bundan qabaq soruşsam mən deyərdim ki, yox, mənim bu dəqiqə Azərbaycanda nə işim var? Mən burada yəni davam edirəm və s. Və bir də çox qəribəsi o idi ki, insanlarda ağlında şey qaldı. Ən çox yadda qalan hadisələrdən biri bu oldu. İnsanlar mənim adımı bilmir. Gedirəm məsələn bir tədbirə, adımı bilmirlər, həqiqətən adımın kim olduğunu bilmirlər. Deyirlər ki, sən o Avropadan Azərbaycana qayıdan hüquqşünas qaqaşsan. Həqiqətən bilmirəm indi bu sözün altında nə yatır ki, yəni sən nə demək istəyirlər, səfehsən ya ağıllısan və s. və s. İndi hər insan bunu öz istədiyi kimi dəyərləndirir. Amma insanların haqqında bu hekayə qalıb elə bir ki, mən qeyri-adi bu bir situasiyanı eləmişəm. Uğur qazanmaq çətindir. Hansısa bir uğurdan da belə deyək, əl çəkmək biraz insanları təəccübləndirir. Yəni bunu normal qarşılaya bilərik. Rəhim, bəs mənim maraqlıdır. Bir də bu həyata gəlsəydin, yenə hüquq sahəsini seçərdinmi? Yox, qətiyyən seçməzdim. Mən düşünürəm ki, mən yəqin ki, hansısa public bir fiqur olmağı seçərdim, ictimai bir fiqur olmağı seçərdim. Çünki məndə bu xüsusiyyət olduğuna görə mən bunu hüquqla birləşdirə bilirəm. Yəni mən cəmiyyətlə danışmağı, cəmiyyətə yaxın olmağı hüquqla birləşdirə bilirəm. O səbəbdən mən hal-hazırda maksimum bloqumu aktiv işlətməyə çalışıram, insanlarla bağ qurmağa çalışıram. Çünki xalqın adamı kimi hiss edirəm özümü və mən düşünürəm ki, yəqin ki, belə olardım mən. Tam razıyam, tam xalqdan biri, çox səmimi, həqiqətən. Mən ona görə fikirləşirəm ki, sən hüquq sahəsində davam eləməməlisən. Mən uzun müddətlər indi bilmək olmaz başımıza nə gəlir. Dediyim kimi, mən bilmirdim dünən nə olacaq. Sabahsı gün bir də gördüm ki, Almaniyadan Azərbaycana bilet aldım. Bundan 5 il sonra da nə olacağımı bilmirəm. Həmin sahədə olacağımı və yaxud da yox. Amma mən ən azından gördüyüm işi sevirəm və
sevdiyim işi görürəm. Ən önəmlisi bir də budur və hamıya da onu tövsiyə etmək istəyirəm. Heç kimi kopyalamayın. Həqiqətən də çox önəmli bir şeydir. Siz aşpaz olaraq, siz dərzi olaraq, siz maşın düzəldən olaraq çox və bərbər olaraq çox uğurlu ola bilərsiniz. Yəni bu çox önəmlidir. Hamı universitet oxumalı deyil, hamı da bu diplom parçası olmalı deyil. Həqiqətən valideynlər də bunu demək istəyirəm. Bu çox önəmli bir şeydir. Yəni uşaqlara məcbur eləməyin ki, onlar sırf keçsinlər, hüququn diplomunu alsınlar və yaxud da hansısa bir heç adını da bilmədiyimiz quyu qazma ixtisasının diplomunu alsınlar. Bu həqiqətən onlar üçün vaxt itkisidir. Onlara imkan verin, öz qabiliyyətlərində star olsunlar, öz qabiliyyətlərində ən yaxşısı olsunlar. Öz qabiliyyətləri, öz bacara bildikləri işi. Mənim yaxınlarıma da mən bu tövsiyələri vermişəm. Mənim hal-hazırda bacım çox yaxşı bir moda mütəxəssisidir, dizaynerdir. Mənim əmim oğlu 14 yaşından bəri işləyir və hal-hazırda o Azərbaycanın ən məşhur aşpazlarından biridir. Yəni görürsüz, yəni insanlar görmək istədikləri işi görəndə, çünki mənə görə həyatda qabiliyyətsiz insan yoxdur. Hər bir insanın bir qabiliyyəti var. Allah hər bir insana bir qabiliyyət verir doğulanda. Baxırsan, həmin qabiliyyəti tapıb onun üzərində işləməlisən. Mənə verilən buydu. Mən də bu qabiliyyətimi hüquqşünaslığı özüm üçün bir vasitə kimi görürəm və bu qabiliyyətimi hüquqşünaslıq üzərində istifadə edib həyatımda davam etməyə çalışıram və yüksəlməyə çalışıram. Və insanlara da tövsiyəm budur. Əsl sevdiyiniz işlə məşğul olun və gördüyünüz işi də sevin. Məndən tam eyni düşüncədə bir insan olduğum üçün mənə çox maraqlıdır. 5 il sonra biz harda olacağıq? 5 il sonra bu videoya yenidən baxacağıq. 5 il sonra biz yəqin ki, hüquqda olmaya bilərik. Yəni. Bəlkə də. Bəs bir sualım var. Bəzən deyirlər ki, imtina zəiflikdir. Sən nə düşünürsən? Səncə imtina zəiflikdir yoxsa böyük bir gücdür? Məncə situasiyadan asılıdır. Həm zəiflik ola bilər, həm də güc ola bilər. Əgər sən doğru anda doğru yanlış şeydən imtina etməyi bacarırsansa, sən güclüsən. Yəni bəzən bəzi şeylər imtina edilməlidir bəzi şeylərdən. Bir dənə yaxşı bir söz var, quote var mənim xoşladığım. Deyir, yaxşı xəbər odur ki, hər şey keçicidir. Pis xəbər odur ki, hər şey keçicidir. Yəni bəzən bəzi şeylərdən bitməlidir və bitirməli olanda bitirməlisən. Görürsən ki, sən artıq burada inkişaf edə bilmirsən. Sən burada gələcəyi görə bilmirsən, sənin üçün bəzi şeylər qeyri-dəqiqdir. Həmin anda imtina etməyi bacarmalısan. Bir də mənə bununla bağlı da adətən çox şeylər var ki, deyirlər ki, məsələn, sən bizə göstərirdin ki, sən də müstəqilsən, Almaniyada həyatı müstəqil olaraq yaşayırsan və bir Azərbaycanlı gəncin Almaniyada yüksəlişini göstərirdin və sən elə bir zəiflik elədin, Azərbaycandakı rahat həyatıva qayıtdın. Burada daha çox rahatlığın var, ailən buradadır, ev və s. Yəni sənin daha çox dəstəyi var burada təbii ki, cəmiyyəti daha çox tanıyırsan, sən elə bir zəiflik elədin. Belə düşünənlər də var haqqımda. Amma mən dediyim kimi yəni düşünmürəm. Mənim verdiyim qərar sırf buradakı rahatlıqla bağlı deyildi. Mənim hətta burada bəlkə yüküm Almaniyadakından bəlkə 1-2-3 qat daha çox olur yəni. Mən də hansısa bir uğurdan əl çəkmiş bir insan olaraq deyirəm ki, məncə bu rahatlığa qaçmaqdan çox böyük bir cəsarət göstərməkdir əslində. Səndə də belə bir hadisə yaşanmışdı. Mən də dövlət qulluğunda, yəni dövlət qulluğu xəttində məhkəmədə işləyirdim. Hətta insanlar üçün də bu belə böyük bir uğur hesab olunurdu və düşünürdülər ki, uğurludur, xoşbəxtdir. Amma əslində içdən içə narahatlıq var idi. Özümü əsla rahat hiss eləmirdim, xoşbəxt hiss eləmirdim. Mən də oradan çıxdım və hal-hazırda işləmirəm və yeni yollar axtarıram özümə, yeni gələcək qurmağa çalışıram. İnşallah hər şey yaxşı olacaq və uğur eyni bu anda gəlir. Yeni yollar axtarmağa başlayanda. Yoxsa sən bir yerdə stak olub qalsan, ilişib qalsan ki, burada bununla gedəcəm, həbsi bu mənim üçün yaxşıdır, bu mənim maksimumumdur. Məncə insanın maksimumu çox-çox böyükdür. Yəni bizim düşündüyümüzdən daha böyükdür. Əgər təbii ki, çalışsan və məqsədin olsa. Tamamilə razıyam. Bir digər sualım. Səncə gəncləri daha çox nə saxlayır? Cəsarətsizlik yoxsa bilyazlığı? Dediyim kimi cəsarətsizlik, elə mənim dediyim oydu. Bu insanın maksimum, həm gənclərin, həm də insanların maksimum çata biləcəyi nöqtə ilə bağlı. Məncə bu cəsarətsizlikdir. Çünki cəsarət olduğu halda, cəsarət birinci addır. Cəsarət olduğu halda məqsəd qoyulacaq qabağa. Məqsəd qoyulduğu halda həmin insan çalışacaq, çalışdığı halda da əldə edə bilməyəcəyin həqiqətində bir şey yoxdur. O özünə inan və s. bir çoxu şeylər eşidirik, motivasiya kodları və yaxud da motivasiya koçları və s. Hamısının altında həqiqətində öz gücümüz yatır. Onlar heç kim, mən həmişə bir şey inanıram ki, heç bir müəllim, heç bir koç, təbii ki, heç kimin mən işini şeyləmirəm, burada
alçatmıram, amma ki heç bir müəllim, heç bir koç, bu istər idman olsun, istər nə bilim hansısa bir dərs olsun, hansısa bir motivasiya məsələsi olsun, bizim beynimizə açıb hər hansı bir məlumatı qoymur. Bu sənin özünün düşüncəsindən başlayır, daxildən başlayır. Bəs bu gün 5 il əvvəlki Rəhimə bir cümlə deməli olsaydın nə deyərdin? İstədiyin bir çox şeyə sahibsən. Yəni şükür elə. O vaxtdan şükür eləməyə başla. Hər zaman həyatda şükür elə. Minnətdar ol həyatın sənə verdiklərinə görə. Çünki istədiyin bir çox şeyə sən hal-hazırda sahibsən və Allahın köməkliyində sahib olmağa davam edəcəksən. Bəs bu gün bizi çox sayda gənclər izləyir, hansı ki onlar da yol ayrıcılarındadır. Onlara nə tövsiyə eləyərsən? Cəhd eləyin. Mənə görə cəhd eləyin, yəni 2 söz. Yəni cəhd eləməkdən itirəcəyiniz heç bir şey yoxdur. Mən əsas bunu demək istəyirəm ki, həmin gənclərə uğurlu və yaxud da uğursuz olacağını bilməyəcəksiniz sonuçta. 100 dənə cəhd eləyin, 100-dən biri alınacaq. 100-dən həmişə mən belə deyirəm, 100 cəhddən 5-ində nəsə alınma ehtimalı görürsüz. O 5-dən isə biri alınır sonda. Və sonra biri alınanda digər insanlar deyir ki, ayda halal deyə uşağa, necə oldu axırda o onu elədi. Çünki onlar arxadakı 99 zəhəni görmürlər, onun 99 cəhdini görmürlər. Ona görə həmişə 99 cəhdi eləyin, o biri heç gözləmədiyiniz yerdə alınacaq. Yəni çox önəmli bir şeydir. Nə vaxtsa bir şeyi eləməyib də, ayda kaş o vaxtda eləyərim deməkdənsə, eləyin, qoyun uğursuz alınsın, eləyin. Amma əsas odur ki, həmin o cəhdi həmin vaxtda, düzgün vaxtda eləyin, yəni 100%. Çünki bunda itirəcəyiniz heç bir şey olmayacaq. Amma əks halda çox şey itirə bilərsiniz. Mən yəni əsas gənclərə bunu demək istəyirəm və özünüzə inanın. Bunlar nə qədər də bu indi özünüzə inanın və s. nə qədər də şablon sözlər olsa, dediyim kimi insanın özünə inanıb da məqsəd qarşısına qoyub da çatmayacağı bir nöqtə yoxdur ki, insanın gücü həqiqətən çox düşündüyümüzdən daha çoxdur. Tam razıyam. Təcrübələrini, bütün tövsiyələrini bizlə, gənclərlə bölüşdüyün üçün sənə çox təşəkkür edirəm. Ümid edirəm siz də Rəhimin həyat təcrübələrindən, onun verdiyi tövsiyələrdən yararlana bilərsiniz. Rəhim, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ ol həqiqətən belə maraqlı bir layihəyə, belə maraqlı bir proyektə məni qonaq kimi dəvət etdiyin üçün. Mənim üçün çox xoşdur. Çox səmimi söhbət alındı. Ümid edirəm ki, dinləyənlər də belə səmimi alındı. Bir daha təşəkkür edirəm. İzləyicilərin də hamısına xoş günlər və həyatlarında bol uğurlar arzu edirəm. İnşallah hər şey ürəyinizcə olar. Çox sağ ol. Sağ olun.